Həmçinin insanın öz əleyhinə dua eləməsi. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, sizlərdən biriniz öz əleyhinə dua eləməsin. Öz övladlarının əleyhinə dua eləməsin, öz mal-mülkünün əleyhinə dua eləməsin. Yəni bunu Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edib. Deyir ki, çünki deyir ola bilsin ki, duanın qəbul olunan vaxtına, saatına düşər və Allah Subhanahu cavab verər o duaya. Yəni hərdən görsən insan bu cür sözlərdən istifadə edir. Deyir məsələn yerəm xarabama, məsələn, və yaxud da xaraba qalmış ev və yaxud subhanallah bu sözlər hamısı yəni təhlükəli sözlərdir. Yəni insan bu sözlərlə imtahan oluna bilər. Ona görə hər kəs dilini bu cür sözlərdən qorumalıdır və yaxud görürsən öz uşağı üçün bəddua eləyir. Əsəbləşir, bəddua eləyir. Məsələn, Allah səni öldürsün, Allah sənə xeyir verməsin və s. Və subhanallah həqiqətən də ola bilər. Yəni valideynin duası da bilirik ki, qəbuldur. Məsələn, bugün bir çox valideynlər məsələn görür ki, uşağının 20 yaşı var, 25 yaşı var, 30 yaşı var, həyatda heç nəyə müvəffəq ola bilmirlər. İş həyatı olsun, nə bilim, evlilik həyatı olsun, nə həyatı olsun, bir şeyə müvəffəq ola bilmirlər. Həyatları, güzaranları sıxıntılı keçir. Yəni, ola bilsin ki, o sən illər əvvəl elədiyin duanın nəticəsidir. Bəlkə sən nə vaxtsa onun üçün elə dua eləmişsən ki, Allah sənə xeyir verməsin, o da qəbul olub. Və bu kimi şeylərdən çəkinmək lazımdır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, valideynin övladının əleyhinə elədiyi dua qəbuldur. Yəni, övlad əleyhinə bəddua eləmək olmaz. Övlad üçün bəddua eləmək olmaz. Çünki bu, qəbul olunan vaxta düşər və sonradan artıq yəni, onun da güzaranı sıxıntılı olar. Və yaxud da onun azmasına da səbəb ola bilər. Hətta hidayət neməti belə alına bilər. Və subhanallah, ona görə də bu kimi şeylərdən çəkinmək lazımdır. Həmçinin insan öz mal-mülkünə bəddua eləməməlidir. Görürsən ki, məsələn, minir, maşın xodlamır, bəddua eləyir. Xaraba qalsın, nə olsun, və yaxud da ev üçün bəddua eləyir və s. Ticarəti üçün bəddua eləyir, biraz yaxşı getmir, deyir, heç olmasa ondan yaxşıdır, misal üçün. Subhanallah, bunlar hamısı insanın başına imtahan gətirə biləcək səbəblərdir, sözlərdir ki, yəni bundan uzaq olmaq lazımdır və yaxud da qınaqdan uzaq olmaq lazımdır. Necə ki, İmam Məlik rahiməhullah deyir ki, mən elə qövmlərlə, elə insanlarla rastlaşdım ki, onların heç bir eybi yox idi. Ancaq eybi olanları qınadıqlarına görə özləri daha çox eyib sahibi oldular. Və elə insanlarla da qarşılaşdım ki, eybləri çox idi, ancaq heç kimi qınamırdılar deyə Allah Subhanahu onların eyblərini örtmüşdü. Və həmçinin şikayətdən çəkinmək lazımdır. Məsələn, ticarətin var, hər şey Allah deyirsən, heç nə yoxdur, yoxsulluqdur, aclıqdır. Subhanallah, bu kimi sözlərdən çəkinmək lazımdır.